Mikail, ikinci suala cavab ver. Müəllimə dediniz. Mikail. Klaviaturadan 124 ədədə daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, 124 elərik, bərabərdir. X sıfırdan fərqlidirmi? Bəli, fərqlidir. Və sıfırdan böyükdürmü? Bəli, böyükdür. N bərabərdir X-i ona böləndə alınan qalığa, yəni 4-ə. Y bərabərdir. Y dəfə 10, 0 ona vuranda 0 olur. Üstünə 4 gəlirik, o da 4 elədir. X isə bərabər oldu. 124-ü ona bölünəndə tam olaraq 12 düşür. Ona görə 12 olar. Bir də qayda başa yoxluyur. X 12-dən, X 0-dan fərqlidirmi? Bəli, böyükdürmü? Bəli. N bərabərdir. X-i ona bölündə alınan qalıq bu dəfə 2-dir. Yəni N bərabər olur 2. Y bərabərdir. Y keçən dəfə 4 çıxmışdı. 4-ü vurdu ona 40. Üstünə də gəldik 2-ni. Alındı 42. Daha sonra X bərabərdir 1. Onu böldük qaldı 1. Bir də yoxluyur. N bərabər olur 1. Y bərabər olur 42-ni 10-a 420, üstünə də gəlir 1-in 421, x də bərabər olur 0. Bu dəfə şərt ödənmədiyi üçün birbaşa yenir aşağı, cavablanır 421. Düzdür Mikail. Düzdür. Əla. Mikail, bu sual sənə qəbulda düşsə, bu sualı hansı formada eləyərsən? Necə? Yəni bu şəkildə sual düşüb, sən bunu necə eləyərsən? Qəbulda. Şey eləyirdi, əslində bu proqram ədədi tərsdən yazır. Bəli. Bunu sənin dərk eləməyin neçə saniyə aparar? 10 saniyə. Məncə çox aparmaz. Yəni orada düşsə yazaram. Bunun ətrafında buna aid bir sual var idi. Elə kopya buydu. Onu da kodunu yazmışam, yəni yadımdadır. Ay sağ ol, əsas. Sadəcə. Əslində görsən çətin bir şey yoxdur. Sadəcə olaraq məntiqini tutmaq lazımdır. Bəli. Daxil edilmiş ədədi tərsinə, ədədin rəqəmlərini tərsinə düzən proqramdır. Elza 4-cü suala cavab ver. Elza. Python dilində yazılmış proqram nəyi təyin edir? X bərabərdir 0, Y bərabərdir 0-dır. Deyir, while X kiçik bərabərdir 9-dan. Bəli, bu şərt ödəyir. K bərabərdir in, K-ya ədəd daxil edir. Bir ədəd, məsələn, mən burada K-ya məsələn 5 verdim. K-ya 5 verdim. X bərabərdir X plus 1, X 1 oldu. Y də bərabərdir Y plus K, Y 5 oldu. Y də bərabərdir 5 oldu. Sonra yenə yuxarı qaydırıq. X bu səfər 1 oldu. 1 9-dan kiçik bərabərdir. Bəli, bu doğrudur. Yenə K yenə olduğu kimidir, 5-dir. Olduğu kimi yox. Artıq 5 ola da bilər, olmaya da bilər. Sən burada ədəd daxil edirsənsə, fərqli ədəd də daxil edə bilərsən. Eyni ədədi daxil etmək məcburiyyətində deyilsən. Hə, o da yazayım yerinə. Məsələn, bu səfər də 6 qoydum. Aha.
Bu ikilikdə bərabərdir. 5 plus 6 11 eləyir. İkilikdə bərabərdir 11. Aha. Bu səfər də yenə yuxarı qayıdıram. Yuxarı qayıtdım. 2 11-dən kiçik 9-dan kiçik bərabərdir. Bəli. K-ya bu səfər də 7 verirəm. K-ya 7 verdi. X bərabərdir 3 olur. Aha. Y də bərabərdir 11 plus 7, o da 18 elədi. Aha. Bundan mən çox demirəm, ya deyim, ya yenə deyim. Yenə Yox, deyim. yox, yox, ehtiyac yoxdur, ehtiyac yoxdur. Mən səni gözləyirəm ki, elə nə isə Burada deyəsən. görürük ki, yox, burada yox edilən 10 ixtiyari ədədin cəmini tapır da. Bəli. Bəli. Çünki hər dəfə K-ya elə artırırıq. Vayda bu K üstünə gəldi. O da ümumiyyətlə daxil edilən ixtiyar 10 ədədin cəmini hesablayır. Sıfırdan başlayaraq 9-a qədər gəlir, 9-da daxil olmaqla. X-in 0 qiymətində ədəd daxil edir. 1 qiymətində 2, 3, 4, 5, 6 ta ki gedir 9-a qədər. X-in 9 qiymətində ədəd daxil edir. Hər daxil edilən ədəd K-ya mənimsədilir axı. Bərabər də ola bilər, fərqli də ola bilər. K-ya mənimsədilən hər bir ədəd bir də Y-də yığılır bir yerə. Y bərabərdir Y plus K. Bəli, bunu baxan kimi artıq 1-2 ədəd daxil etdikdən sonra artıq görə bilirik ki, daxil edilmiş ixtiyari 10 ədədin cəmini tapır. Nərgiz. Demək, burada deyək ki, Python-da yazılmış yeterliyir. Mən burada bir dənə ədəd daxil eləmişəm. Məsələn, 8 ədəd daxil eləmişəm. Dedim ki, 8 ədədini daxil edirəm. Əgər 8-in 1-ə bölünməsindən alınan qalıq 0-dırsa və 1-in 2-ə bölünməsindən alınan qalıq 1-dirsə, K bərabərdir K plus 1-ə, yəni 1-ə. Sonra i də bərabərdir 1 plus 1-ə, o da 2-yə. Sonra bir də qayıdıram. 8-in 2-ə bölünməsindən alınan qalıq 0-dır və 2-nin 2-ə bölünməsindən alınan qalıq 1 deyil. Buna görə K-yə yazmırıq. İ-yə düşür, i 2 idi, üstünə gəlir 1-in 3. Sonra 8-in 2-ə bölünməsindən alınan qalıq 0 deyil. Ona görə i bərabərdir i plus 1-ə, yəni 3-ə 4-ə. N-in, yəni 8-in i-yə bölünməsindən alınan qalıq demək 0-dır və 4-ün 2-yə bölünməsindən alınan qalıq 0 deyil. Ona görə bir də düşürük. 4 plus 1. 4 demişdir, hə 5. Əgər 8-in 5-ə bölünməsindən alınan qalıq 0 deyil. Ona görə düşürük bir də aşağıya. 5 üstünə gəlir 6. 6-nın da bir hədəf 8-in 6-ya bölünməsindən alınan qalıq 0 deyil. Ona görə düşürük. Bir də 7 olur. 8-in 7-yə bölünməsindən alınan qalıq 0 deyil. Sonra bir də düşürük. Eləyir 8. 8-in 8-ə bölünməsindən alınan qalıq 0-dır və 8-in 2-yə bölünməsindən alınan qalıq 0 deyil. Yəni, burada mən əslində belə düşünmüşdüm ki, əgər bir ədəd qoyuramsa və 1-ə bölürəmsə, qalıq da 0-dırsa və o qoyduğum ədəd 2-yə bölünəndə qalıq da 1-dirsə, burada tək nəsə götürməliyəm da. Ona görə n-in tək bölənlərinin sayını düşünmüşəm. Ona görə tək bölənlərinin sayını götürmüşəm. Daxil etdiyin ədədin tək və yaxud cüt olmasının fərqi var. Daxil etdiyim ədədin tək və ya cüt olmasının fərqi yoxdur. Çünki burada i 1-dir. Hər dəfə də yəni artır. Bəli.
Sabir 6-cı suala bax. Sabir. Gülçin. Gülçin, eşidirsən məni? İndi başlayıram. Səs açılmır deyə baxdan indi. Hə, ana məsələn input yazıbdı. Onu məsələn hər hansı bir ədəd veririk. Deyəlim ki, 10 verək. Dedək ki, sətr tipindədir. Deyir, əgər A sıfırdan böyükdürsə, deyək ki, A-nın ona bölünməsinin alınan qalıq tapır. A-nın ona bölünməsinin alınan qalıq 2 olur. 8-ə bölünməsindən. Hə, 8-ə bölünməsi. Bu oldu 2. Sonra A-nın 10-a bölünməsindən alınan tam da, A-nın 18-ə bölünməsindən alınan tam da 1-dir. Sonra STR-də sətr tipinə çevirir bu. Sətr tipində D ilə D-yi toplayan bu D nədir? Q ilə D-ni toplayırıq. Elə bil ki 2 deyəcək D neçədir? Boşdur da elə bil 2. Oldu 2. Sonra while şərtdə bir də qayıdır şərtə. A olmuşdu 1. Deyir A 1 sıfırdan böyükdür. Aha, yenə. A-nı elə bil ki 1-in 2 8-ə bölməsindən alınan qalıq 0-dır. 1-in 8-ə bölməsindən alınan tam da 0-dır. Gülçin 1-dir. Qalıq 1-dir. Qalıq, hə, qalıq necə 1 olur ay mən? 1-in 8-də bölünməsindən alınan qalıq 1-dir, tam 0-dır. Hə, qalıq 1-dir, tam 0-dır. Yenə sətr tipinə çevirir. Künü. Elə bil ki 1 ilə nəyi? Hə, yenə D-ni toplayır. Bu dəfə də eləyir 1. Dedə, nəyin İki ilə var bir. sən? Ay sonra. Bir dənə məsələ var da, sən birinci Q nə tapmışdın, 2 tapmışdın. Bəli. D bərabərdir, D plus STR Q olsaydı, D nəticədə belə olacaqdı da. 2, 2 tap əlavə eləmişdin, sonra 1 tap əlavə eləmişdin. Bu şəkildə olacaqdı. Amma STR Q D-dən qabağa keçdiyinə görə D bərabər olur. Birinci tapdığın qalıq nə idi? 10 götürmüşdün da sən səhv 2. eləmirəmsə. Onun 8-ə Bəli. bölünməsindən alınan qalıq. Ay sağ ol. 2 Sən idi. 2-ni Sonra sağdan da 1. başlayaraq düzürsən. Bəli. Birinci 2-ni tapmışdın, ən sağa 2, sonra 1 tapmışdın, ondan qabağa da 1. Bu şəkildə. D bərabərdir STR Q plus D-nin yazmaqda məqsəd bunu tərs düzməkdir. Niyə tərs düzürük? Biz onluq say sistemindən 8-lik say sisteminə keçir burada. Yəni onluq say sistemindən digər say sisteminə keçərkən bölürdük, bölərkən də sondan başa doğru götürürdük. Yenə tərsdən düzürdük. Bəli. Ayşə, məsələ budur. İndi bunun məqsədi nə oldu? Cavab verməndə olur. Onun sistemində yazmışdı da, 8 sistemində yazdı şimdi. Ay sağ ol. Bax bir də deyirəm. D bərabərdir. D plus STR Q olsaydı, məsələ burada başqa cür olacaqdı. Bax bu olacaqdı. D bərabərdir 2-1. Tabii yan-yana qoyacaqdı bu dəfə. Bu şəkildə olacaqdı. Bu göstərdim. D bərabərdir 2-1 olacaqdı. 1-2 yox. Bəli. Sabir 7-ci suala bax. 7-də x bərabərdir. X-in yerinə inputda 2456-ını qoyuruq. N sıfırdır. K-da təzədən x-ə bərabər, yəni 2456-ya. While-da gələndə x sıfırdan böyükdür, düzdür, keçirik A-ya. A-da 2456-nı 10-a bölürük. A6 götürürük, A-nı 6 olaraq. Təzən digərinə keçəndə 2456-nı 10-a bölürük. Yenə bu dəfə götürürük 245 götürülürdü. 245-i Aha. sonra n 0 idi. 0-ın üstünə 1, n 1 olur. Ədədləri yerinə qoy, digər k-ya keçəndə
K təxmin Sən burada, x-ə bərabər idi. Sabir, sən burada Bəli. K-ya keçə bilərsən. Sən burada valdən çıxmamısan axı K-ya keçəsən. Valdən nə vaxt çıxarsan? X sıfırdan böyük olmasa da, sən X-in 245-dir. Sıfırdan gör nə qədər böyükdür ona. O Bir yüzden qayıt get bir də təzədən vali yoxla. Bir də gələndə 245 ona böləndə 5 qalır, 5 götürürük. Aha, E, Digərində 24 olur. aha, E, Digərində də 2 götürəcəyik. aha. Bir də gəlirik yuxarı. Təzən 24-ü ona böləndə 2, 4 götürülür. Digərində qalır 2. Digərində də olur 3. Bir daha yuxarı gəlirik. 2-ni ona böləndə qalıq 0 olur, 0 götürürük. 2 olur Sabir. Doğru. 0 onda 2 olur. 2 tər. 2, digərində 0 qalır. Bu digərində 4 olur. İndi K-ya keçirik. K x-ə bərabər idi. X 0-dır. 0-ın üstünə 50, 50-nin də 50 üstü 4-ü tapacaq. O da olur e, 50.000 eləyir. 50.000. Yaxşı, K bərabərdir, K üstə gələk. 5 vurulsun, 10 üstü N. 10 üstü N, sən birincisinə vurma hesab əməlini riayət eləyək də ardıcıllığına. Biz 10 üstü N-i tapmalıyıq birinci. Yəni 10 üstündə 4. 10 bin 10.000 eləyirsən. 10 10.000-i də 5-ə vuranda 50.000. 50.000. K'mız 50.000 nə isə idi? K da x-ə bərabər idi. O da olur 50.000-in üstünə 2456-ın gəlir. Aha. O da eləyir hardasa 50.000, 52.456. 52.456. Ay sağ ol. Sonra Təzən keçid digər K-ya keçəndə də onu vururuq. 52.456-nı vuruq ona. Üstünə də 5 gələndə 524.565. düzdür. Düzdür Sabir. Sadəcə sənin problemin burada nə idi? Sənin problemin burada dövrdən vaxtsız çıxdın. Yəni dövrdən vaxtsız çıxmamalıydın. Sən X-i baxda X-ə nə almısan, bax ona görə hərəkət elə. Hamı bir dəfə oxudu da sual, səhv eləmirəmsə. İçəri 15-ci suala bax. Python dilində yazılmış proqram natural n ədədi üçün nə təyin edir? Məsələn, n-in yerinə qoyaq neçə? 5 qoyaq. Deyir ki, n 2-yə bölünəndə qalıq 0 alınanda cüt ədəd qoyaq da mən 4 qoyaq. 0 alınsa n-i 2-yə böləndə alınır 2 bərabərdir.
Mən Kemal, bu bir dəfə 5 ədəd qoy. Problem yoxdur. 5 qoymamışdın. 5 qoy baxaq. 5 qoy. 5 qoyanda nə olur? while ödənmiş. Nə qədər ki, n-in 2-yə bölünməsinə alınan qalıq sıfıra bərabərdir. Bərabər olsa, ödənsə bu yerinə yetiriləcək. Demək, bu yerinə yetirilmir. Düşür ifə. 1-ə bərabərdir. 5 1-ə bərabərdir. Yox. Xeyr. 5 üçün biz Bəli. xeyr aldıq. Elədir. Mən 5 üçün xeyr aldıq. İndi bu dəfə də cüt ver. 4 ver. 4 olsa böləndə qalıqda 0 qalır. While ödənmiş. Bəli, while Hı hı. ödəndi. While ödənəndə nə olur? N bərabərdir, N Sonra bölünsün 2. 2 dəfə tam azalt. 2. 2 oldu. İndi Sonra qalx bir bir də də while-ə. qayıdır while-a Hı başa. hı. Böldü yenə 0 oldu. Yenə də aşağı n bərabər olacaq 1. Hı hı. Qalxacaq yoxlamağı ödəmədiyi üçün yenəcək ifə Hı n hı. bərabərdirmi 1-ə? Bəli. Yəni bizə o istədi ki, ədədin 2-nin qüvvəti olub olmalıdır. Biz cüt tək ədəd daxil edəndə ekrana nə çıxdı? Xeyr çıxdı. Xeyr. Cüt ədəd daxil edəndə nə çıxdı? Bəli çıxdı. Ay sonra. Bəli. İndi məsələ burada fərqli ola bilər də. Məsələn, bax ki, tək olub olmadığını da yoxlaya bilər məsələn də. Və bir dənə də 2-nin qüvvəti olmayan başqa bir cüt ədəd daxil edək. Məsələn, 6 daxil edək. Tam əmin olaq da. Bu arada bu qəbula düşmüşdü. 2023-də. Bax bu sual. İmenli bax bu. Nədir bax bu? Bu şəkildə də düşmüşdü. Görürsünüz uşaqlar qəbula necə sual 6 düşür? olsa böləndə Aha. qalıqda 0 qalacaq. Aha. Sonra bölərik 2-yə, 3 alınır. Aha. Sonra qaydada başa ödənməyəcək. Yenə də aşağı n 1-ə də bərabər deyil. Yenə xeyir hesablanacaq. Ay sağ ol. Deməli, bunun təhlil ilə cütlüyü ilə əlaqəsi yoxdur da. Bunun 2-nin qüvvətinin olub olmamasından əlaqəsi var. Elə Bəli. bu şəkildə. Sadəcə olaraq gördünüz ki, əmin deyilsiniz. Gördünüz ki, variantlar arasında sizi çaşdırır. Götürün ikinci bir ədəd daxil eləyin. Ehtiyac olsa üçüncü bir ədəd daxil eləyin. Problem yoxdur. Elza 16. Python dilində yazılmış proqram nəticəsində təyinatı müəyyən edin. A bərabərdir 720, B bərabərdir 150. While A fərqlidir B-dən. Bəli, A fərqlidir. A B-dən fərqlidir. Burada keçirik ifə. İfə keçən zaman A B-dən böyükdür. Bəli, A B-dən böyükdür. A bərabərdir A minus B. Deməli, A bərabərdir 720-dən çıxacağıq 150-si. Bu zaman 570 qalacaq. Birincidə A bərabərdir 570 qalacaq. Elsə baxmayacağıq. Yenə while-ə qayıdırıq. Yenə 570 150-dən fərqlidir, bəli. Yenə ifə düşürük. If A B-dən böyükdür. Bəli, A B-dən böyükdür. A bərabərdir 570 minus 150. O da 420 olacaq. Aynı ikinci qiyməti 420 oldu. Yenə A B-dən fərqlidir. If A B-dən böyükdürsə, bəli, 420 150-dən böyükdür. Bu zaman yenə ifə düşəcəyik. If A bərabərdir A minus B-yə baxırıq. A minus B, deməli 420 çıxaq 150. Bu zaman 270 qalacaq. 270 yenə yuxarı qayıdırıq. Deməli A B-dən fərqlidir. 270 B-dən fərqlidir. Bu zaman yenə A B-dən böyükdür. Bəli, böyükdür. A bərabərdir 270 minus 150. Bu zaman 120 qalacaq.
Sonra AB-dən var, AB-dən fərqlidir. Bəli, yenə fərqlidir. Bu səfər AB-dən böyük deyil. Bu səfər else düşəcəyik. Deyilsə, o zaman B bərabərdir. B minus A-ya baxacağıq. O da 150 minus 120, 30. Print A. Bu zaman 30 çap olunacaq, A variantı olacaq. 30 çap olunacaq və bu ədədlərin əbobunu tapacaq. Yəni A variantı olacaq cavab. 30 niyə çap olundu? Onu başa düşmədim. Niyə bəs? 30 niyə çap olundu ki? Hə, A-ya deyir mənə. A-ya deyir çap elə. Bir də yuxarı gedəcəyik, bir də yuxarı qayıdacağıq. Sən if-i valin tərkibindədir, else də valin tərkibindədir. Sən else düşən kimi valdən niyə çıxırsan ki? Mən elə bildim şeylik. A gördüm. Hə, başa düşdüm. Ha, Bir də davam yuxarı elə. qaydırıq. Hı-hı. Bir də yuxarı qaydırıq. Bu zaman yenə AB-dən fərqlidir, bəli. AB-dən böyük deyil. Yox, AB-dən böyükdür, AB-dən böyükdür. 120 30-dan böyükdür. A minus B. 120-dən 30-un çıxacaq 90. Oldu 90. Bir də başa qaydırıq. 90 yenə 30-dan fərqlidir. AB-dən böyükdür, 90 30-dan böyükdür. 90 minus 30 60. Sonra yenə baxacağıq yuxarı. AB-dən böyükdür, 60 30-dan böyükdür. Bu səfər də 30 olacaq. Demək 30 olacaq, A variantı olacaq. Ədədlərin əbobunu tapacaq. 720 ilə 150-nin əbobu o da 30 eləyəcək. Yəni A variantı. Bunu belə hesablamağa ehtiyac yoxdur. Yəqin ki, bilirsən də. Bunu biz blok sxemi falan da Yox, mən qurduq. zaman bildim əbobunu tapır. Ümumiyyətlə uzun bir qaydada izah elədim. Yoxsa bildim əbobunu tapır. Yaxşı elədi, nə əla. Gülçin 19-a bax. Klaviaturdan 12 ədəd daxil edilirsə, yəni F bərabərdə 12-yə, F 12-dirsə, deyək ki, B 1 12-dən kiçikdir. Aha, onda A bərabərdir. A-nın üstünə B-ni gəlir. Yəni 1 üstəlik 1 2. B-dən A-dan da B-ni çıxır. 1-dən də B-ni çıxanda 0. Sonra sonra bir də qayıdır A nədir? şərtə. A çıxılsın B-də. 2-dir. Hayır, 2 İkidən. tapırıq, sonra 2-dən birini çıxırıq, biri qarı. Hı-hı. Sonra bir də Davam elə. qayıdır şərtə. B olur bu dəfə 1. 1 12-dən kiçikdir. Yəni bir üstünə B-ni gəlir. B-də 1 idi. Adı neçə? A2-dir. 3 olur A. B-dəki 3 çıxaq. 1 yox, 3 çıxaq, hə 1, o da 2. Hı. Sonra bir də şərtə qayıdır. 2 12-dən kiçikdir. Peki. Sən A ilə B-ni toplayır. 3-dən 2 5. Hı-hı. 5-dən də 2-sini çıxır 3. Sonra 3-dür. 3 12-dən kiçikdir. 5 ilə 3 topladı 8. 5-dən 3 çıxdı 2. Dedi. Dedi. Davam elə. Davam elə, düzdür. Davam elə. Bu 2 ölçüsünə. Hə, 2 12-dən kiçikdir. B ilə A toplayır. 2 ilə 8 topladı 10. 8-dən 2-sini çıxdı 6. Yox, Aha. ondan 2-sini çıxdı 6. 8. Səhv dedim mən. A üçün 10 tapmışdın. Ondan ikisini çıxdı 8. Aha. Aha. Sonra? Yox, 8-dən 2-sini çıxacağıq. Niyə? A-nın birinci qiymətinə görə yoxlayırıq. Aha. Sən A'ya ən son 10 tapmadın burada. A bərabərdə A plus B deyib 8-dən 2-ni topladım 10 aldın axı. Ona görə B bərabərdə A minus B də. Ondan çıxırsan 2-sini alırsan 8. 8 12-dən kiçikdir. A ilə B toplayır. A 10-dur, B-dəki 8-dir. Bu da elədi 18. B-dəki 18-dən çıxıram. 8-ini elədi 10. Aha. Sonra 10 12-dən yenə kiçikdir. A ilə B topladı. 18-dən 10 topladı 28. 28-dən də 10-u çıxdı, qaldı 18-i. 18 12-dən böyükdür. Şərt ödənmir. Print
A ilə B çap eləyir. Hə, 28 oradan da hardasa səhv 8. eləmisən, hə. Eləmirsən. Bax, belə deyək də, A bərabərdir A plus B. A-ya 2 aldın, B-yə 1 aldın. 1 12-dən kiçikdir, Müəllim, B-yin bəli. birinci qiyməti 0 olur. B-yin birinci qiyməti 0 olur. Niyə? Hə, 2-dən birini çıxırıq. Mən 1-dən birini götürdüm. Hə, başa düşdüm. 2-dən A bərabərdir A plus B. A-nın qiyməti oldu 3. 3-dən 2-sini çıxdın, qaldı 1. 1 ilə 3-ü topladın, 4. Bu şəkildə gedəcək. 4-dən 3-ün çıxdın, 1. Gülçən, fikirləş, indi bir də təzdən denəm, biraz sürətli şəkildə. İndi denəm. Tamam. A bərabərdir A Qarışdı. plus B. A oldu 2, B oldu 2 çıxılsın 1. 1. 1 12-dən kiçikdir, bəli, İki, bir. kiçikdir. Oldu 3. A ilə 3-dən topladı. 2 1, ilə 1 topladı. 2. 3-dən 1-in 2 çıxdı 12-dən 2. kiçikdir. Bəli, 5. Yenə şərt. 5-dən 2-sin 3-ü, 3 12-dən kiçikdir, 8. 8-dən 3-ün 5. 5 12-dən kiçikdir, 13. 13-dən 5-in 8-i. 8 12-dən kiçikdir, 21. 21-dən 8-in 13-ü. 13 12-dən kiçik deyil. Şərt ödənmir da. Yəni val şərti ödənmir. Düşür print A B-yə. A 21, B isə 13 oldu. Sadəcə olaraq biraz diqqətli danışmaq lazımdır.